Yuxuda gelinlik görmək ümumiyyətlə müsbət mənalar daşıyır və müxtəlif yorumlara açıqdır. Burada bəzi mümkün mənalar. 1. Xoşbəxtlik və sevgi. Yuxuda gelinlik görmək, şəxsin həyatında aşk, xoşbəxtlik və sevgi dolu keçəcəyinə işarə edə bilər. Bu, yeni bir münasibət ya da mövcud bir münasibətin güclənməsi demək ola bilər. 2. Yeni başlanğıclar. Gelinlik yeni bir başlanğıcı simvolizə edir. Yuxuda gelinlik görmək, şəxsin həyatında yeni bir mərhələyə keçid edəcəyinə və ya yeni imkanların qapıda olduğuna işarə edə bilər. 3. Düğün və bayramlar. Əgər yuxuda düğünlə bağlı başqa unsurlar da varsa, bu, şəxsin yaxın zamanda bir bayram keçirəcəyini və ya sevdikləri ilə bir araya gələcəyini göstərir. 4. Hədəf və məqsəd. Gelinlik bir şəxsin hədəflərinə çatma arzusunu da simvolizə edə bilər. Şəxsin həyatında bir uğur əldə etmə istəyi, bu yuxuda özünü göstərə bilər. 5. Duygusal hallar. Yuxuda gelinlik geyinmək, şəxsin öz daxili emosional durumunu da əks etdirə bilər. Əgər şəxs gelinliyi xoşbəxt bir şəkildə geyinirsə, bu, onun müsbət hisslər içində olduğunu göstərir. Ancaq, gelinliyi kədərli bir şəkildə geyinmək, narahatlıq və ya qorxu hiss etdiyini ifadə edə bilər. Hər yuxu şəxsi təcrübələrə və ruh halına bağlı olaraq fərqli mənalar daşıyır. Bu səbəbdən, yuxuda gördüyünüz gelinliyi və onunla bağlı hisslərinizi nəzərə alaraq, öz yaşam şərtlərinizə uyğun qiymətləndirmək vacibdir. Belə videoların devamı için kanala abone olmayı unutmayın.